Radyo Enerji 101.1 FM'de 100% enerji sərş olsundasınız bizi dinləmədə qalan. Qardaş, qaydasındadır hər şey. Bura bar deyə. Qardaş, səhər vibe'ındayam. Sən bir dənə reklam ver, sonra danışarıq. Buradayım yox. Bunu seçə bilərəm. Xanım, necə köməklik edə bilərik sizə? Oy, Xanım, Salam dostlar, hər kəsi salamlayıram. Xoş gördük Radyo Enerjidə. Qulağınız bizdə olsun, biz başladıq. xanım, bura bar deyə siz. Sən də deyəcəksən, deməyəcəksən, onda suallarıma cavab verəcəksən. Radyo aparıcısı olmaq üçün 3 şey lazımdır. Gözəl səs, mikrofon və heç bir mövzuda konkret fikir bildirməmək bacarığı. Məndən pis çıxmaz ha aparıcı. İnandınız? Baş sponsor aviasales.az. Salam, aleyküm. Nə var, nə yox, necəsən? Mənim bir şey söz üçün. O düzdür ki, deyirlər, bağa baxarsan bağ olar, baxmazsan bardaq olar. O deyirlər, radioya qulaq asan qalıb. Əlbəttə qalıb. Deyim mən. Gündən bir gün bir dinləyici zəng vurub. Nəsə soruşur, deyir, Rəfal, bunu sən bilərsən, o necə olar, bu necə olar? Əslində səhv deyirdi. Mən də dedim ki, çaşıb dedim əslində. Dedim ki, onu sən daxil deyən qələt eləyir. O sən idin o. Mən idim o zəng eləyən. Həmin dinləyici sən idin. Bəli. Onda elə qələt eləyirsən. Qaqaş, görəsən radioda söyürlər. Yəni sizə efirdən danışım. Deməli, biz mövzu elan eləyirik. Absurd zənglər olur, mesajlar olur. Deməli, o gün radioya qulaq asıram. Bir xanım aparıcıdır, sual verir ki, sonuncu dəfə ChatGPT-yə nə suallar vermisiniz? Mənim də ChatGPT ilə çox belə yaxın münasibətim var. Elə sual verib ki, ChatGPT-yə, dəxlisi yoxdur da, deməsəm yaxşıdır. Bilirsiniz nə soruşub? Soruşub ki, nəysə. Verilişli söhbət edirik, standart söhbətləri, gəlin, qaynana, qırğın, dava, saç yolda, dinləyicinin biri zəng vurub, 16 ildə hər gün zəng vurur. Adı da Ramaldır, Masallıdan dinləyir, salamlayıram Masallıları da, amma Ramalı axtarıram. Niyə? Adam qaynana tərəfə konkret yıxılıb, amma araşdırdım ki, heç qaynanın üzü görməyib, heç arvadı yoxdur, heç evlənməyib bu adam. Mən ümumiyyətlə radionu çox sevirəm. 16 ildir mən radioya qulaq asıram. Hər dəfə də zəng eləyəndə qaynanamı təbrik edirəm, tərifləyirəm. Heç evli deyilmi? Salam, necəsiz? Gününüz necə keçir? Xoşun gəldi? Gündə bilirsən nə qədər belə eşidirik. Aparıcılar var ki, belə danışırıq, qulağımızdan qan axır, qan. Okey, indi radionu başa düşdük. Studiyamıza zəng var deyir, zəng gəlir, mesajlar var, cavablayırlar. Bu TikTokdakı aparıcıları başa düşmürəm. 3 dənə izləyicisi var. Biri indi mesaj yazıb, oturum orada uzanıb belə, aydan altdan xətt 6 salam yazıb. Salam, buyurun, sualınızı verin, xanım. Bir dənə filosof var, cəmaata ağlı ürədir. Belə çox ağıllı danışandır da. Elə bilir ki, dünyanı hamıdan yaxşı bu bilir. Deməli, efirə çağırmışıq ki, gəlsin, öyrəndiklərindən cəmaata danışsın. Gəldi, bir dəfə, ikinci dəfə gələndə zəng vurdu ki, mənim üçün taksi göndərməmisiniz, mən gəlməyəcəm. Göndərməyinə göndərdik, amma taksi yox. Deməli, bir gün qonaq gəlib, 1 saatlıq efirdir və başlamışıq danışmağa. 10 dəqiqə danışır, yenə deyir, olar təkrar danışaq. 10 dəqiqə danışır, olar təkrar danışaq. Mən də fikirləşdim ki, yəqin hazır deyil də, zalımın balası 1 saatlıq efirə 10 dəqiqə danışmaq olar. Biz cəmaat qulaq asır axı. Düşündüm bəlkə hazır deyil. Bəlkə bu Alzheimer imiş. Yadından çıxır da yazğın. Nə bilim mən. Olur da. O qədər qonaqlar var ki. Mən başa düşürəm, cəmaat radiolarda reklama qulaq asmaq istəmir, amma bizi də başa düşün də, bizim pulumuz oradan çıxır. Bundan başqa robot deyil yaxı biz, adamıq. Tualetə getməliyik, siqaret çəkməliyik. Ən əsas problem bilirsən nədir? Hara gedirsən, get, özün bilərsən. O mikrofonun knopkası var, bax onu söndürmək yaddan çıxmasın. Söndürmədən başlayacaqlar boş-boş oxumağa. Mənim öz maşınım yoxdur da. Taksi ilə gəzirəm. Amma mən maşın sahiblərindən daha çox məlumat verilən maşınlar haqqında. Məsələn, yağ ayda bir dəfə dəyişilməlidir. Tormuz kalotkaları ildə 2 dəfə dəyişilməlidir. 95 ilə başlamısansa, 92-yə keçməməlisən, motora ziyandır. Nə edirəm mən bu məlumatı? Mənə bu lazım idi. Adama da dəyən bilsən nədir? Maşınım olsaydı bu qədər yandırmazdı. Mənim maşın hədiyyə eləyin də. Gündən bir günü bir həkim qonağımız gəlir. Özünü belə çox məşhur hesab edir. İstəyir özünü reklam eləsin. Mənim də xəbərim yoxdur. Hələ verilişə başlamamışam. Birdən qayıt mənə deyirlər ki, mənim nömrəmi efirdə deyəcəksən. Dedim ki, yox. Nömrəvi istəsələr prodüser dinləyiciyə yazacaq. Bu da deyir ki, onda mən daha bura niyə gəlmişəm? Çıxıb gedirəm. Əslində mən onun qapının yerini onu göstərəcəkdim. Elə özü tapdı, sağ olsun, getdi. Bəlkə də ola bilər ki, o biologiyadan hamının bildiyi anatomiyadakı o proqrafın yerini yaxşı bilir.
Amma qapının yerini çətin tapdı, kömək elədik. Ümumiyyətlə insanları başa düşmək olmur. Elə vaxt olur ki, faydalı bir məlumat ötürməyə çalışırsan. Faydalı kontentdir, həm maarifləndiricidir, həm də yəqin ki, özü üçün nələrisə öyrənə bilər. Amma hərdən olur ki, arxa fondakı musiqini istəyirlər ki, kim oxuyur? Burada faydalı söhbət gedir, bir ona qulaq as da. Nə sosial şəbəkələr də o gündədir. Belə də ki, bizdə həm söhbətlərimiz faydalıdır, həm də musiqi formatımız əladır. Eyni zamanda çox enerjilidir. Bugün gəlmişəm xalamgilə. Bunlar deməli vegetariandılar, ailəvim. Gələm görürəm ki, evdə 12 dənə ət çəkən maşın. Deyirəm, bu nədir? Sizin evinizdə heç bu qədər ət yoxdur. Ət çəkən maşın qədər. Deyir, radioda müsabiqələrdə udmuşam. Deyirəm, siz nə edirsiniz bu 12 dənə ət çəkən maşında? Siz vegetariansınız, evimizdə bu qədər ət yoxdur. Deyir, bizdə o ət çəkən adlanmır da, bizdə o çəkən adlanır. Deməli, minmişəm skutera, axşam vaxtıdır. Dedim, gəzim şəhəri biraz, kataskalayım özüm üçün. Geyindim nauşniki, yandırdım radionu. Qulaq asa-asa sürürəm skuterdan. Bir dənə qəşəng qız gördüm. Qız mənə baxır, mən qıza baxıram. Qız mənə baxır, mən qıza baxıram. Tanış ola bilmədim qızla, amma baş oldum. Mövzu tapmaqda problem yoxdur. Maşallah olsun ölkədə də hər gün bir dənə tema var. Temada elə indi yaydır, meyvə tərəvəzin bol vaxtıdır. Maşallah olsun Bakının da hər tinində bir dənə xiyar görə bilərsən. Pomidor da istəsən tapa bilərsən. Pomidor demişkən, pomidor dediyim o gün mənim bu həmkarım Leyla soruşuram ondan ki, ölkəmizin belə pomidor istehsal edən şəhəri, məkanı haradır? Birdən-birə qayıtdı, dedi ki, xaçmaza qoya-qoya, dedi ki, Qazax pomidoru. Xəbəri yoxdur ki, Serbiyadakılar zirə pomidoru yeyir. Hərdən elə mahnılar sifariş edirlər ki, ümumiyyətlə formata uyğun deyil, nə bilim, nə gəldi istəyirlər. Onlar da başa düşürəm də, zövq məsələsi var. Amma hərdən elə mahnılar, elə müğənnilər oxuyur ki, oxumasa ondan yaxşıdır. Mən oxusam daha qəşəng olardı. Gəl qaytar eşqimi, o sənə heç gərəkli, ver mənim eşqimi, o solğun bir çiçək deyil. Bax, enerji demişkən, bu səhər saat 7-də radioda aparıcılıq eləyən uşaqlar var ha. Halaldır da onlara. Məncə bu qədər danışdıq daha bəsdir, geçdi, gedim. 1 saat qalıb efirimə gedim, biraz yatım, heç olmasa dincəlim, cəmaat məni gözləyir. Mən onların yerində olsaydım, bilsən necə olardı? Sabahınız xeyir, əziz dinləyicilərimiz. Səhər saat 7-dir. Nəysə, mən yedim. Xalam yaman həvəsləndirdi məni. Yem, yatım, səhər tezdən durum o müsabiqələrə. Bəlkə bir dənə də ət çəkən maşını mən utdum. Getdim qaqaş. Davay, paka. Əziz dinləyicilər, əziz izləyicilər, bugünlük bu qədər verilişimiz sona çatır. Özünüzə yaxşı baxın. İndi isə musiqi.